İradə xanım, və sizə gələn sorğulardan ən absurdu nə olub? Deyir ki, məsələn, mən bunu istifadə eləmişəm, məsləhət görüblər və üzümə çox gözəl düşüb. Soğan suyu. Həqiqətən. Bəli. Bilirsən, saç üçün Bəli, bir müştərim gəldi, olur. içirəm, saçımın diblərinə vururam, üzümə də çəkirəm, parlaqlıq verir falan deyə. Çox qalın dərli bir xanımda həmən bir problem görməyə bilərsiniz, bəli. Amma bunu istifadə edən incə dərli və ya allergik dərisi olan bir xanım istifadə etsə, faciə yaşana bilər hətta deyim. Mənim heç cürə beynim də algılamır ki, bir insan necə belə bir pislik eləyə bilər dərisinə. Və kim o məsləhət görür? Bəli, ən birincisi pH balansı pozulur dərinin. Yəni üz yumanı belə 72%-lə yuan o qədər çox əhali var ki, yəni burada gənc xanımlar, bəli, gənc xanımlar biraz səbki olan kimi 72%-lə yu və ya Dexternoid dediyimiz sabunla yu düzələcək. Xeyr, sabunun o bərk görünümünü əldə etmək üçün orada pH olmalıdır 5.5-dən yuxarı. Bizim dərimiz isə ən maksimum 5.5-ə kimi pH-ı balansını qorumalıyıq, yəni olmalıdır. Ona görə də məhsul seçəndə ən birinci üz yumamızı düzgün seçməliyik, dərimizə uyğun. pH balansını qoruyanda dərinin həm parlaqlıq, həm yorğun görüntü dərdimiz olmur. Hətta təbii sabunlar da bizə nəticə verməyəcək. Ümumiyyətlə, təbii bitki ekstraktlarının belə özlərini üzə vurmağı məsləhət görülmür. Çox fəsadları var, ciddi yanıqlar verir üzə. Ona görə də bitki ekstraktları ilə ehtiyatlı olmaq lazımdır və ona görə də sabun da alınanda yenə deyirəm, sabunun bərk hala çevrilməsi üçün onun pH-ı mütləq 5.5-dən yuxarı olmalıdır.